Belə bir bizə rəy gəlib. Əslində rəydə heç bir şeyin yazılan bir-biri ilə əlaqəsi yoxdur. Beldən iynədən sonra az qala sinirimə toxunmuşdular. İflic olurdum. Psixologiyam pozulmuşdu. Antidepressantlarla zorla özümə gəldim. Qəti beldən narkoz seçməyin belə bir tövsiyə də verir. Birincisi, əgər tutaq ki, söhbət spinal narkozdan gedirsə, əgər iflic olsaydınız elə olardınız yerindəcə. Az qala iflic olurdum. Yəni belə bir şey olmur. Ya tutaq ki, əgər səhv və yaxud da fəsad nəticəsində bir sinirə toxunulursa elə oradaca xəstədə əlamətlər hiss olunur ya da heç nə olmur. Az qala sinirimə toxunmuşdular. Bunu siz hardan bildiniz? Hansı əsasla danışırsınız? Və yazdığınızın davamı psixologiyam pozulmuşdu. Bununla ümumiyyətlə əlaqəsi yoxdur. Antidepressantlar qəbul edirdim. Böyük ehtimal ki, sizdə doğum sonrası bir çox qadınlarda baş verən depressiya halı yaşanıb. Yəni doğuşdan sonra bir sıra qadınlarda zaxılıq dövrü depressiyası deyirik biz buna. Belə bir hal baş verir. Yəni antidepressant hara, iflic hara, qətiyyən bir-biri ilə əlaqəsiz bir məsələni qoymusunuz ortaya. Bütün bunu oxuyanları da, hamilə qadınları da qorxudursunuz əsassız yerə. Hansı ki, bu yazdığınız şərhdə yazılanların heç birinin bir-biri ilə əlaqəsi yoxdur. Hələ bir də üstündən məsləhət verirsiniz ki, qətiyyən beldən narkoz etməyin. Hansı ki, spinal narkoz bugün uşaq üçün də, ana üçün də elə ən zərərsiz anesteziya tiplərindən biri hesab olunur. Lütfən hamilə qadınlar, həmişə ona görə deyirəm, kənar hamilələrin təcrübəsindən, suallarından yararlanmayın, sual verməyin. Sənin hamiləliyin necə keçdi, spinal anestezin necə keçdi, əməliyyatın necə keçdi. Bax, belə neqativ şeylərlə sizi yükləyənlər çox olacaq.